Salam uşaqlar, bugün bir tapşırığa keçid eləyib. Üçbucaqlara aiddir. Yine toplumun qəribə, antik kontin bir üçbucaq tapşırığı. AS 16, BS 8, BD 4, DS 4, AY 8, YS 8. Niye bu belə oldu uşaqlar? Çünki bu median deyir. AD və BY medianlardır. Biz bilirik ki, medianlar əgər gəlib ortadan gəlib, yəni median əgər qarşı tərəfə 8-də 2 hissəni bərabər böləcək. Bölsün bərabər. Medianlar perpendikulardır deyir. Bu deməkdir ki, yəni biz avtomatik Pifagor teoremini tətbiq edə biləcəkdik bu hissələrdə. Onsuz da bilirsiniz ki, medianlar 2-nin 1-ə nisbəti ilə bölür. AB tərəfinin uzunluğunu tapın deyir. Medianlar onsuz da 2-nin 1-ə nisbəti ilə bölür uşaqlar. Buna görə də biz yəni maksimum bundan istifadə edə bilərik də. Yəni məsələn, əgər məsələn BO var, bu BY öz bir mediandır. Məsələn, burada otomatik BO partiyası əmələ gəlir. Bura əgər 2K-dırsa, OY nə qədər olacaq? K olacaq. Deyəcəksiniz niyə? Çünki biz parçalara ayırmalıyıq, məcburuq. Çünki mediandan söhbət gedir. Part 2. AO. Əgər bura 2M-dirsə AO, OD M olacaq uşaqlar. M, bəli. AB tərəfinin uzunluğunu tapın deyir. 4M kvadratı plus. Deməli, plus nə? 2K kvadratı. 4M kvadratı plus 2K kvadratı. Bərabərdir nəyə? X-in kvadratına. X nə idi? Bizə nəyi soruşurdu? AB tərəfi X-dir. X AB tərəfidir, bərabərdir X kvadratına. Başqa nəyimiz var? Məsələn, 2K kvadratı yazaq. Yəni, o nə olacaq? 4K-nın kvadratı olacaq. Deməli, bu isə 4K kvadratı. Plus, baxın, burada M var, kiçik M. Görürsünüz, mən bu 4 olan üçbucaqdan danışım. AO D üçbucaqdan danışım. Plus M kvadratı. Bəli, plus M kvadratı. Burada olacaq bərabərdir nəyə? 4-ün kvadratına Pifagora əsasən 16. Əla. 2K-nın kvadratı yazmışam uşaqlar bura. Əslində 2K əslində mən buranı belə yazmalıydım. Buna daha doğrusu bu avtomatik 4K kvadrat olacaq da uşaqlar 2-nin də çıxartdım. Toplayaq alt-alta. Bunları alt-alta toplayaq. Nə mənə gəlir? Yox, gəlin bunu belə toplamayaq. Başqa nə prinsipimiz qaldı bizim? 4M kvadratı plus K kvadratı yazmışıq, yox. Bu bizi hansı hissəni deyirəm, baxın. AOY üçbucağına baxın, burada AOY üçbucağı. Yenə 4M kvadratı plus. Bu sefer bayaq 4K kvadratı, bu sefer 2K kvadrat yazacağız. Çünki OY K'dır. K kvadrat bərabərdir nəyə? 64. Bəli. 64-ə bərabərdir. Hər tərəfi toplayaq. 5M kvadrat plus 5K kvadrat bərabərdir 70, 80. M kvadrat plus K kvadratı bərabərdir 16. AB-ni soruşur. AB nədir? Uşaqlar, AB burada deyil uşaqlar. Mən görəm, səhv eləmirəmsə. Bu bunun 4 misli deyil uşaqlar. 16-nı 4-ə vururam, eləyəcək. Nədir? 64. Üzr istəyirəm. Yox, 64, bəli. AB-miz oldu 64. Daha doğrusu 64 kök altında və bu tərəfdə olacaq 64 eləyəcək. 8 uşaqlar, 8.